tarixində mən öz sosial şəbəkə hesablarımda qısa bir video material paylaşmışdım və bu video materialda əsas məqsəd ondan ibarət idi ki, faşizm üzərində qələbənin əhəmiyyəti diqqətlərə çatdırılsın. Video materialın hazırlanmasında mən süni intellektin imkanlarından da yararlanmışdım. Demək, antifaşist cəbhəsinin iki aparıcı gücünün, keçmiş Sovet İttifaqının və o cümlədən Amerika Birləşmiş Ştatlarının bayraqlarını, o cümlədən mən Azərbaycanlı olduğum üçün Azərbaycan Respublikasının bayrağını bu video materialda əks elətdirmişdim. Və orada bir